Bağışlayan və mehriban Allahın adı ilə. Sima Film təqdim edir. Muxtarnamə. Filmdə çəkiliblər: Fəriburs Ərəbniya, Mehdi Fəxrimzadə, Fərhad Aslani, Fəriba Kovsəri, Nəsrin Muqamlu, Mahçöhrə Xəlili, Cəfər Dehqan, Rıza Rüygəri, İnayətullah Şəfiyi, Muhammed Sadiqi, Əmin Zindiqani, Şəhram Həqiqət Dust, Muhammed Fili, Həbib Dehqan Nəsəb, Ənuşirvan Ərcümənd, Kazım Həcir Azad, Mahmud Cəfəri və başqaları. Rejissor assistentləri: Rıza Əsgəri, Həmid Mirbaqiri. Dekorasiya müdiri Məcid Əli İslam. Səhnə tərtibatçısı Cəlil Futuhiniyya. Operatorlar: Rıza Qəffari, Əzim Cavanruh. Səs mühəndisi Əli Rıza Qəffari Nəcat. Döyüşlərin tərtibatçısı Mahmud Ərdəlan. İstehsal müdirləri: Mahmud Baqir Əşdiyani, Bəhruz Xoşrəzm, Mahmud Qulami. Bəstəkar Əmir Təvəssuli. Qrim üzrə rəssamlar: Məsud Vələdbəqi, Abdullah İskəndəri. Redaktor Mehdi Hüseynivənd. Prodüser Mahmud Fəllah. Senari müəllifi və quruluşçu rejissor Davud Mirbaqiri. Mən bu heyvanın düşüncə və tədbir sahibi olduğunu təsəvvür eləməzdim. Düşünürdüm ki, o yalnız yırtıcı heyvandır və onda ağıldan əsər əlamət belə yoxdur. Amma yaxşı fəlsəfə uydurdu. Bəli, amma kürkünə birə düşüb. Çox qorxub. Qorxmalıdır da. Qorxmalıdır, Musəb. O, rəhbərlərinin onları zəlalət və zillətə sürüklədiklərini düşünən bir qoşunun başçısıdır. Əgər döyüşməyə təkid eləsə, çox güman ki, həmin qoşun ona qarşı çıxıb onu
tikə eləyəcək. Gərək icazə verəydiniz. Kəbəni yandırmaq və təvaf etmək istəyinin səbəbini söyləyəydi. Bu məntiqsiz qudurğanlığını necə yozacağını bilmək istəyərdim. Yox Musab, yox. Bunlar da Yezid kimi saxta məntiqi və yalançı hikməti yaxşı bilirlər. Yezid şair idi. Şairlər isə adətən çox vaxt şirkə yaxın olurlar. Yazdıqları şeirlər də müşrikliyin əlamətləri ilə dolu olur. Yaxşı Musabcan, artıq Şam ordusuna görə narahat deyiləm. İndi İraqın fəthi barəsində düşünməliyik. Sülh bağlayaq? Kiminlə? Kiminlə sülh bağlayaq? Sizi başa düşə bilmirəm. Allahın evinə od vuran, Kəbəyə qarşı hörmətsizlik eləyənlərlə necə sülh bağlayaq? Qısa və açıq söyləyəcəyəm. Hamı eşitsin və bilsin. Bundan sonra məşvərət və məsləhət eləmək istəyən şəxsin atasının qəbrinə tüpürəcəyəm. Müaviyənin tək başına fərdi hakimiyyəti öz bildiyi kimi idarə eləməsi mənim üçün həmişə qaranlıq qalırdı. Amma indi başa düşürəm ki, işin düzünü o eləyirmiş. Qəbri nurla dolsun, nurla. Məsləhət və məşvərət bizim üçün deyil. Bu kimi şeylər, məsləhət və məşvərətlər öz hədlərini bilən Romalılar üçündür. Biz kimə söykəndiksə, içini qurd yediyini gördük. Sabahdan mən də öncəki xəlifələr kimi davranacağam. Sizin etirazınız var? Siz niyə qəzəblənirsiniz, cənab? Şikayəti olan insan varsa o bizik, siz yox. Şam qoşununun küfrünə etna etmədən onlarla savaşı dayandırmaq istəyirsiniz? Bayaqdan nə deyirdim? Buyur. Kasanın şorbadan isti olması buna deyiblər. Nə kasa, nə şorba, nə qurut, nə yun. Kafirlərlə cihad eləmək dinin açıq-aşkar hökmüdür. İlahinin hərəminə od vuran şəxsdən daha kafir olan kimsə var? Sən də onunla sülh eləmək fikrindəsən? Hə? Biz belə danışmışdıq Zübeyrin oğlu. Heç olmasa sən danış, Muxtar. Bizim söhbətimiz vahid Allaha bağlı inama əsaslanırdı, şeyx. İndi isə nə sən mənim Allahım başa düşürsən, nə də mən sənin Allahını. Sənin Allahının onun evinə hörmətsizlik edəndən almaq istədiyi qisasa gücü çatmır. Amma mənim Allahım onun evinə hörmətsizlik edəni və Kəbəyə hücum edəni özü öldürdü. Mən döyüşün acılığındansa sülhün şirinliğini seçirəm. Hacətlər qibləsinə and olsun. Sən iblissən. İblis daxilində bardaş qurub oturub. Sən Yezidlə şəriət üstündə deyil, hakimiyyət üstündə döyüşürdün. Allah ordusunun qılıncı indiyə qədər iki tayfaya qarşı yönəlmişdi. Əli və Ümeyyə ardıcıllarına.
Bundan sonra isə onların sayı 3'dür. Zübeyir evladları da kafirdir. Qanları da halaldır. Gedək! Axmaq kişi. Qəribədir bu cemaat. Uzun qulağa minmiş, insanlara bənzəyir. Heyvanı qovmaq əvəzinə onun quyruğunun altına vururlar. Heyvansa getmək əvəzinə atılıb düşərək üstündəkini qaldırıb möhkəmcə yerə çırpır. Bu məlunlar şəriətdən yalnız cüzi şeylər öyrənirlər. Birazca dinin dərinliklərinə başvursaydılar, belə yanlış anlamlara gəlib çıxmazdılar. Ey Allah'ım, onların kökünü kəs! Kaşəli Nəhrivanda onların nəslini kəsəydi. Neyniyək Muxtar? Kimə qarşı? İndi bizim bu ağır vəziyyətimizdə bu şeytan ordusu xəvariclə biz neyniyək, hə? Hal-hazırda ağlıma bir şey gəlmir. Biraz düşünməliyəm. Laf yaxşı düşün, amma yaxşı düşün. İlahi, nemətinin bolluğunu bu evin süfrəsindən əski eləmə. Amin. Musəv, sabah Bəsriyə tərəf yola düş və onların əhalisindən beyyət al. Bəs Küfə necə olacaq? Küfə hakimliyinə elə bir quldur idealıdır ki, onu çox məharətlə başımızdan eləməliyik. Amma siz İraq ərəbi Muxtara söz vermişdiniz. Bəsrə də İraqın bir hissəsidir. Əgər Muxtar duyuq düşsə, beyətini sındırıb üsyana qalxacaq. Sən Bəsrəyə hakimlik eləməyə getmirsən. Atanın əmlakına baş çəkməyə gedir və dolayı yolla cəmaatı bizimlə beyyətə hazırlayırsan. Amma qardaş, öz dediyin kimi Muxtar təhlükəli və quldur bir şəxsdir. Xüsusilə də son zamanlar Hicazlılar arasında özünə hörmət qazanıb. Səni tərk etməyə qorxuram. Hələ Muxtar burada ikən səni tərk etməsəm yaxşı olmazmı? Musəb, sən get. Bəsrədə işləri yoluna qoy. Qardaşın əjdahanın qarnından necə çıxmağı yaxşı bilir. Bu qədər çox yeməyin, qardaş. Qorxuram Allah eləməmiş səhətinizə zərər vurar. Bacarmıram Musəb. Bacarmıram. Süfrə ortada olduqca məni vəsvəsə eləyir. Yemək əlindən qaçıb qurtara bilmədiyim yeganə şeytandır. Muxtar. Cənab Nəcdət ibn Amir, keyfin necədir? Soruşma Muxtar. Pisəm. Pis, 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 pis. Hardaydın Muxtar?
Dünən gecədən indiyə qədər Məkkənin hər yerində səni axtarmışam. Eşidirəm səni. Gəl sakit bir güşəyə çəkilib söhbət edək. Nə barədə? Nümeyr oğlunun Zübeyir oğlu ilə saziş bağlaması barəsində. Bağışlayasan gərək şeyx. Sakit bir güşədə beyyət sındıranlarla həm söhbət olmaq xəlifə əleyhinə çıxmaq deməkdir. Mən hal-hazırda beyyəti sındırmaq istəmirəm. Qorxursan? Qorxmayım. Yox, sən indi kifayət qədər güclüsən, Muxtar. Hicaz əhalisinin çoxu Məkkə döyüşündə sənə inandılar. Niyə xilafət əbasını özün geyinmirsən, Muxtar? And olsun Allaha, sən buna Zübeyir oğlundan daha layiqsən. Ortalığa ayrılıq salma şeyx. Günahdır. Sən niyə özünü anlamazlığa vurmusan, Muxtar? Zübeyrin oğlu xəyanətkar və ət pozandır. Uzun qulağını körpüdən keçirən kimi sənə təpi atacaq. Gəl nə qədər ki fürsət var, birləşib onun xilafət əbasını geyinməsinə imkan verməyək. Səhv elirsən şeyx. Zübeyrin oğlu artıq əbanı geyinib. Geyinsə belə, əynindən dartıb çıxardarıq. Mən Ağam Əlinin başını yarmaqla fəxr eləyən insanlarla ittifaqa girə bilmərəm. Bəs eləysə niyə Məkkə döyüşündə bizimlə ittifaqa girdin? O ittifaq Muxtarın ittifaqı deyildi. İbn Zübeyrin xəvaric ilə ittifaqı idi. Mən sadəcə vasitə oldum. Mən sadə löftə aldandım. Əlinin məsələsi çoxdan tamam olub. Qiyamətə qədər əlinin başına gələnləri bayraq edərək təfriqə yaratmaq istəyirsiniz? And olsun Peyğəmbərə, bugün Zübeyir övladlarına qarşı çıxmaq bütün müsəlmanların xeyrinədir. İstəsən onun Haşimilər haqqında nə fikirləşdiyini sənə söyləyə bilərəm. Nə fikirləşir ki? Haşimilərin hamısını bir dərəyə toplayıb onları diri-diri yandırmaq istəyir. Öz dili ilə desək, Cəməl döyüşünün intiqamını almaq istəyir. Kimdən eşitdimsən? Özündən, öz qulaqlarımla, şəxsən onun özündən eşitdim. Bir gün qardaşı Musəblə gizlincə söhbət edirdi. Mən də gizlincə qulaq astım. İlahi özün keç günahımdan. Musəblə öz gələcək işləri haqqında danışırdı. Onun niyyətlərindən də biri bu idi ki, bir dərəni odunla doldurub, Haşimilər üçün cəhənnəm yaratsın. Muxtar, bu əhdinə vəfasız olan tayfadan uzaq ol. Mənim fikrimcə, döyüşə ilkin olaraq biz başlamamalıyıq. Xüsusilə də Məkkə və Kəbədə müdafiəyə məcbur olmaq istisna edilməklə. Burada əmin-amanlıq məkanıdır və burada döyüş haramdır. Nümeyrin oğlu da qoşunun çox, azuqəsinin isə az olduğu bir halda cavabınızı gözləyir. İndi biz neynik? Sən de, Muxtar. Nə deyim ki? Fikrini de, müsəlman. Sülhə razısan? Yəsribdə müsəlmanların namuslarına təcavüz eləyən, günahsız insanları öldürən və ya Kəbiyə hörmətsizlik eləyən Şam ordusunun əskərlərindən qisas alınmalıdır. İbn Nümeyr kimilər? Yezidin qolları demək idi. Ən azından Yezid qədər günahları var. Yaxşı, bəs günahkar Şamlıları günahsız Şamlılardan necə ayıracaqsan? İbn Nümeyrin günahı ortadadır. Bəs qalanları? Sizin buyurduğunuz kimi, hər kəs ki, Kəbə istiqamətində daş atıbsa günahkardır. Bəs onları necə tanıyacağıq? Mən demirəm ki, tək-tək bütün Şam ordusunu mühakimə eləyək, xeyr. Siz nə qədər cəhd etsəniz də yenə də bir dəstənin günahını ispat eləmək mümkün olmayacaq. Onların qisası Allaha qalsın.
İndiyə qədər siz Şam ordusu ilə döyüşürdünüzsə, bundan sonra günahı ortada olan İbn Nümeyrlə döyüşün. İbn Nümeyrin yanında qalan günahkar hesab edilir. Çox gözəl. Sabahdan etibarən Kəbəyə hörmətsizlik eləyən İbn Nümeyrdən başqa bütün Şamlıların amanda olması barədə car çəkərik. Hər kəs bizə qoşuldu, işimiz yoxdur. Hər kəs ki qoşulmadı, döyüşərik. Nümeyrin oğlu hal-hazırda çox zəifdir, cənab xəlifə. Biz ona qarşı zorakılıq eləsək, bu işimiz xəlifənin adına ləkə gətirər. Əgər o anadan gəlmə bir cinayətkardırsa, çox gözəl, ondan qisas alarıq, onu cəzalandırarıq. Amma siyasətlə. Yox, əgər siz qoşun çəkib zor tədbiq eləsəz, hamı qorxub qaçacaq. Elə davranmaq lazımdır ki, Şamlılar özləri onun əl-qolunu bağlayaraq bizə təslim eləyib ona cəza verməyimizi bizdən tələb eləsinlər. Afərin Abdullah, afərin. Salam olsun sənə. Bu ən yaxşı fikirdir. Ən yaxşı. Yaxşı. De görək indi neyniyək? Bu saat deyərəm, Şamlıların inancı haqqında maraqlı bir əhvalat eşitmişəm. Sizin də bilməyiniz pis olmaz. Mədinəyə hücum eləyərkən Şam ordusunun rəhbəri Müslim İbn Üqbə idi. Onun ölümündən sonra rəhbərlik İbn Nümeyrə keçdi. Müslim İbn Üqbə o vaxt Mədinə müsəlmanlarını öldürtdürüb, namuslarına təcavüz etdikdən sonra xəstələnib, ölüm yatağına düşərkən qəribə bir hərəkət eləyib. İbn Üqbə ölüm ayağında belə söyləyib. Mən hər şeyi Allahın razılığını əldə eləmək üçün elədim. Yaxşı diqqət eləyin. Mən hər neynədimsə Allahın razılığı üçün elədim. Sonra da söyləyib ki, and olsun Allaha, bütün ömrüm boyu Mədinə əhalisini öldürməkdən yaxşı bir iş görmədim. Axirətdə də yalnız bu savaba ümidvaram. Allahu Ekber. Doğrudan belə deyib? Bəli, siz belə bir cəmaatla qarşı-qarşıyasınız. Bu insanların düşüncəsini dəyişməyincə, dini həqiqətləri onlara izah etməyincə, haqq və batilin harda olduğunu onlara başa salmayınca, Allaha and olsun ki, onlara hakim olmaq qeyri-mümkün olacaqdır. Hal-hazırda Kəbənin bərəkəti ilə yaranan vəziyyət, bəlkə də Şamlıların qəlbini ələ almaq üçün ən yaxşı fürsətdir. Kəbə yandı. Onların hidayət olması üçün yandı. Deməli, tələsi addımlarla Kəbənin möcüzəsini heçə indirmək olmaz.
Haşimilər məğrur və təkəbbürlü insanlardır. Mən xutbələrimdə Allahın əziz Peyğəmbərinin adını çəkmək istəmirəm. Çünki istəmirəm ki, tayfası onun adını eşidən kimi sinələrini qabağa verib, boyunlarını uzadaraq fəxr eləsinlər. Allah Teala bu tayfanı Əbu Ləhəbin vasitəsilə lənətləmiş və onları bir ovuc yük daşıyan adlandırmışdır. Bu tayfanın sonu ölümdür. Mən ümidvaram ki, Allah Teala yaxşı işə yaxşı mükafat verəcək inşallah. Səni hansı günahına görə yandırırlar Muxtar? Əliyə olan sevgimə görə. Bəs qardaşım Hüseynin qisası necə olacaq? Muxtar susuz olmaq üçün yanır. Muxtar qiyam eləmək üçün yanır. Muxtar təmizlənmək üçün yanır. Hara? Hara İbn Hüreys? Allah qoysa, xütbə oxumaq üçün minbərə çıxıram. Nə münasibəti ilə? Əmir İbn Ziyad olmayanda onu əvəz eləyirəm. Əmir İbn Ziyadın özü hansı cəhənnəmin dibinə gedib ki, onu sən əvəz eləyirsən? Tövbə elə Amir. Mən nə Ömər Sədəm, nə də onun başına toplaşan bu cəmaatım. Amir İbn Məsud, çətinlik yaratma. Əyləş! Gördüyüm bu iki şəxs Xəlifə İbn Ziyadın qasidləridir. Onlar xəlifə tərəfindən Küfə möminlərinə vacib xəbər gətiriblər. Allaha pənah. Eşitdiniz də cəmaat. İbn Ziyad özünü xəlifə elan eləyib. Hökmən Küfəlilərin ona beyyət eləməsini istəmişdi. Xəcalət çəkin ay dinsizlər. Allah evinin minbəri öz dəyər və qiymətini bu qədər itirib ki, hər yoldan keçən onun üstünə çıxsın, üzərində əyləşsin. Sən hara, minbər mehrab hara? Ay dil bilməz ərəb. Ağzından çıxan sözlərə diqqət elə. Yoxsa başın bədəninə ağırlıq eləyir. Xəlifə ölüb. Əməvi dövləti yox. Əməvilərdə layiqli insanlar çoxdur. Yəni doğrudan da Zübeyir evladlarının sənin kimi muzdurları Əməvilərə qarşı çıxa biləcəklərini mi təsəvvür eləyirlər? Keç otur yerinə Amir. Fitnəkarlıq eləmə. Ey Küfə cəmaatı! Ey Küfəlilər! Xəbəriniz olsun ki, Bəsrə əhalisi İbn Ziyadla beyyət elədilər. Bəsrəlilər düzgün elədilər. Xəlifənin canişini dindar və dinin hökmlərindən xəbərdar olmalıdır. Namazın 3-cü və 4-cü rükətləri arasında şəkk eləmişəmsə, onda şər'i hökmüm nədir? Çox şəkk eləyən insan deyil ki.
Belə namaz belini qırsın. Sən namaz qılırsan, yoxsa Allahdan başqa hər şeyi düşünürsən? Allah belini qırsın. Xəlifənin əmiri insanların təhlükəsizliyi və dolanışığı barədə düşünməlidir. Namazın şəkkiyatını, dəstəmazı batil eləyən şeylər, nəcasətin və haramların hökmləri, pakilici vasitələr və bu kimi məsələlər barəsində din dərsi oxuyan şeyxlərdən soruşmaq lazımdır. Cəmaatın dini hacətlərini onlar həll eləyirlər. Qəbul. Fərz eləyək ki, mənim çox böyük ailəm var. Allah özü şahiddir ki, nə tənbəl, nə də qeyrətsizəm. Gecə-gündüz çalışıram, amma buna baxmayaraq öz ailəmi heç cürə dolandıra bilmirəm. Halbuki bəzi müsəlmanların evindəki it, pişik və başqa heyvanlar məndən çox yaxşı yaşayır. Əgər siz cəmaatın dolanışığını düşünürsünüzsə, o zaman deyin görüm, oğurluq və dilənçiliyi bacarmayan mənim kimlər nə eləməlidirlər? Get öl! De görüm ailənin qarnını doydura bilmirsənsə daha niyə yaşayırsan? Sən çox qələt eləyib, doydura bilmədiyin qədər uşaq əkib törədmirsən. Bu məntiqlə sizin çoxunuz kasıb, yoxsul olduğunuz üçün ölümə məhkumsuz, ölməlisiniz. Amma bizim hamımızın bildiyinə görə, xəlifə və onun məmurları İslam Peyğəmbərinin sünnətinə əməl eləyərək zalimdən məzlumun haqqını almağa çalışırlar. Xəlifə və əmirləri ədalətli olmalıdır. Bir müsəlman çox yeməkdən, digər müsəlmansa az yeməkdən ölməməlidir. Amir, ay hoqqabaz, sən Zübeyir evladının tərəfdarı olduğun halda niyə əl evladının sözünü cəmaata danışırsan? Cəmaat eşidirsiniz də? Bundan aşkar hilə və kələk olmaz. Bu sözlər Əli ilə birlikdə getdi. Qarnını otaran xəlifə İbn Zübeyrin bu sözlərlə nə əlaqəsi? Mən qüdrətimi qorumaq üçün şəriətdən istifadə eləyərək sonradan öhdəsindən gələ bilmədiyim sözləri insanlara verəcək qədər şərafətsiz, qeyrətsiz və namərd insan deyiləm. Bunu bilin. Allah evinin müqəddəs minbərini murdarlama. Düş aşağı. Yezid məhv oldu, amma hələ də quduz itləri cəmaatdan əl çəkmirlər. Küfəlilər Əməvi xəlifəsini yox, Zübeyir evladlarının xəlifə olmağını istəyir. Abdullah ibn Zübeyir xəlifə, Amir ibn Məsud səmir olsun. Abdullah ibn Zübeyir xəlifə, Amir ibn Məsud səmir olsun. Abdullah ibn Zübeyir xəlifə, Amir ibn Məsud səmir olsun. Küfə bu cür rəhbərlərlə məhv olub gedər. Küfə cəmaatı, bu sizə baha başa gələcək. Bu gündən etibarən Küfə xoş gün görməyəcək. Siz naşükürlərin başına bəla yağdıracam. Bir ömür sizə xidmət elədiyim üçün özümə yazdığım gəlir. Amir ibn Məsud səmir olsun. Abdullah ibn Zübeyir xəlifə, Amir ibn Məsud səmir olsun. Yaşasın Zübeyir evladı, ölüm olsun əməmələrə. 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 Yaşasın Zübeyir evladı, ölüm olsun əməmələrə.
Ərəb İraqında vəziyyət gərgindir. Adəti üzrə Kufə yenə də fikir ayrılığı və dəstəbazlıq mərkəzi olub. Mənim fikrimcə, gecikmədən bu çobansız sürülər üçün bir çarə fikirləşməlisiniz. Sabahı gözləməkdənsə elə bugün Kufəyə hakim təyin eləsəz yaxşı olar. Bu məsələ həllini tapmayana qədər Kufəyə nəzarət eləmək çətin olacaq. Kufənin dərdi hamımızın dərdidir. Yalnız bir nəfər Kufə əhlini nəzarət altına ala bilər ki, o da muxtardır. O həm İraqı yaxşı tanıyır, həm də demək olar ki, bütün Kufəllər tərəfindən qəbul edilir. Eyni zamanda, əlbəttə ki, onun boynumuzda haqqı vardır. Afərin! Halal olsun belə düzgün seçimə. And olsun Allaha ki, ən yaxşı seçim elədiniz. Kufəllərin çoxu muxtarla hesablaşırlar. Ona xüsusi hörmət eləyirlər. O cümlədən də tövbəkarlar. Şübhəsiz ki, onun sözünə qulaq asarlar. Təbrik edirəm muxtar. Həqiqətən Kufə əmirliyinə layiqsən. Çox gözəl, Əbu İshaq. Əhdə vəfa. Baxmayaraq ki, sən Məkkədə bizim güvəndiyimiz adam idin. Amma neyniyim? Başqa çarə yoxdur. İraqın sənin tədbir və siyasətinə ehtiyacı var. Tələs muxtar. Kufə səni gözləyir. Yox. Xahiş edirəm, mənə üzürlü sayın. Niyə muxtar? Mən siyasətçi deyil, döyüşçüyəm. Özünüz dediyiniz kimi Kufəlləri ram eləmək üçün zirək və peşəkar bir siyasətçiyə ehtiyac var. Mən özümdə belə bir bacarıq görmürəm. Təvazıkarlıq eləyirsən, muxtar. Təvazıkarlıq eləyirsən. Deyəsən bizimlə beyyətinin şərti olan İraqın hakimliyi yadından çıxıb. Həmin şərt öz qiymətimi müəyyənləşdirmək üçün bir vasitə idi. Muxtarın sizin nəzərinizdə nə qədər qiymətinin olduğunu bilmək istədim və salam. Mənim saray taxtım atın yəhəri, dəyənəyim isə qılıncımdır. Mən döyüş paltarını adət eləmişəm. Dilim də döyüşçü dili kimi acı və kəskindir. Hakim olmaq üçünsə mülayim və şirin dili olan şəxs lazımdır. Bu dərsi sizin məhzərinizdə öyrənmişəm. Odur ki, Məkkədə sizin yanınızda qalmağım daha yaxşı olardı. Çox yaxşı. Muxtar deməli yox. Bəs kim? Kim
Küfə hakim olmaq üçün münasibdir, hə? Küfəlilər burada bir nəfərin adını yazıblar. Yaxşı olardı ki, xəlifə öz fikrini bildirsin. Kimi seçiblər? Amir ibn Məsudu. Amir ibn Məsud. Bu dindar və xeyirxah insandır. Amma yalnız dindarlıq və xeyirxahlıq ilə Küfə kimi bir şəhərin nöqtəsindən gəlmək mümkündür mü? Hə? İnanmıram. Küfə valisi olmaq üçün ona bir neçə günlük möhlət verin. Əgər özünü doğrultsa, heç. Doğrultmasa, Küfəyə daha layiqli birini hakim təyin eləyərsiz. Küfəlilərin seçiminə etimad eləmək, onları Zübeyir övladları hakimiyyətinin vurğununa çevirə bilər. Unutmayın. Yaxşı fikirdir. Amma buna baxmayaraq muxtarın Küfə hakim olmasını hamıdan çox istərdim. Çox heyif ki, qəbul eləmədi. Çox heyif. Mən əminəm ki, muxtarın qərarının arxasında hansısa bir fitnə yatır. Nə fitnə? Hələ bilmirəm. Amma onun beynindəki vahiməli fikirləri aşkar hiss edirəm. Doğrudan onu Küfə hakimi təyin eləmək istəyirdin? Gördün ki, mən qərarımı verdim, amma məlun qəbul eləmədi. Təəccüblüdür. Onda niyə biz bu barədə məşvərət eləyirik? Hə? Bəs biz muxtarın Küfə hakimliyindən imtina eləməsinin səbəbini bilməməliyik? Mən bilirəm. Yaxşı. De görüm, niyə qəbul eləmədi? Nə fikirləşdiyini mənə desən, mən də sənə cavab verərəm. Beynimdən heç nə keçmir. Onda mənim də muxtarın Küfə əmirliyini qəbul eləməməsinin səbəbini bilmək üçün elmim yoxdur. Mən nə bilim niyə qəbul eləmədi? Bəs deyilsə, hansı dərdə dərmansan? Sizin məndən gizlətdiklərinizə görə mən heç bir dərdə dərman ola bilmərəm. Elə bu saat əmr verin ki, məni kənarlaşdırsınlar. Müsəlmanların beytülmalını heç bir dərdə dərman olmayan mənim kimisinə verib israf eləməsinlər. Niyə səndən nə isi gizlətdiyimi düşünürsən? Çünki gün kimi aydın məsələdir. Küfə hakimliyini muxtara təklif eləmək heç bir ağıl və məntiqə sığmayan bir işdir. Siz özünüz də bilirsiniz ki, muxtarın ayağı Küfəyə dəysə, heç Allah Taala da onun qarşısını ala bilməz. Bəs belə olan halda necə cəsarət eləyib onu Küfəyə göndərmək istəyirsən, bəlkə sən onu yolda və yaxud Küfənin özündə öldürtdürmək istəyirsən. Bu zov böyüyüb inək olunca anasının ürəyi kabab olar. Hələ sənin peşəkar siyasətçi olmağına çox var. Burada yalnız ikimizik, mən və siz. Bir də Allah. Sən həqiqətən də heç bir dərdə dərman deyilsən. İbn Səd, yadında saxla. Əgər sir ağızdan çıxdısa, o artıq sir deyil. Divardakı çatdı. Qulaq as. Əgər bundan sonra məndə bir sir duysan, susmağa üstünlük ver. Yoxsa ömür qəfəsinin ağzı açılar və ruh adlı göyərçinin pərvaz eləyər. Sizin bu dedikləriniz şeirdir? Xeyr, sadəcə qafiyə saldım ki, qulağında sırğı eləyəsən. İndi isə söylə görüm,
Muxtar niyə Kufə əmirliyini qəbul eləmədi? Onun mənim gizli fikirlərimdən xəbəri yoxdur. Ağzına gələni danışma. Bəli. Mənim fikrimcə, nə qədər ki Kufədə Muxtarın Süleyman ibn Surət Xüzai kimi rəqibi var, o ora getməyəcək. Tövbəkarların aqibətini gözləyəcək. Nə qədər ki Süleyman ibn Surət və ətrafı Kufədədirlər, sən arxayın ola bilərsən. Muxtarın niyyətləri üçün Süleyman ibn Surət ciddi bir maniyədir. Kanına kurban Hüseyin! 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 Xoş olsun halına ey Həbib ibn Məzahir! Xoş olsun halına ey ibn Övsəcə! Xoş olsun özlərini eşq karvanına yetirən kəslərə. Vay olsun nəfsinə aldanan bizim kimilərə. Biz qiyamətə qədər əli evladlarını Kufədən uzaqlaşdıran və bezdirən bir addım atdıq. Axan suyun geri dönmədiyini bilsəm də, yenə də sizi itirilmiş abrımızı geri qaytarmaqda yardımcı olmağa çağırıram. Kömək eləyin bu rüsvayçılığı alnımızdan silək. Heç olmasa öləndə ləyaqətlə ölək. Eşitmişəm bir dəstə Kufəli Zübeyir evladları ilə beyyətə hazırlaşır. Mən Hüseynin qisasını almağa qalxmışam. Zübeyir evladları mənə mani olmayana qədər onlarla heç bir işim yoxdur. Bugündən mən Hüseynin qatillərindən qisas almaq üçün cihada qalxıram. Qoy bunu hamı bilsin. Qorxmaqda haqlıymışsan ki, kütləvi bir intihar qoxusu gəlir. Bu o düşməni deyil, özümüzü yandıracaq. Yerin necə də boşdur, Muxtar. Bəzən Muxtarı əməllərinə görə elə əsəbləşirəm ki, hətta başından tutub divara çırpmaq istəyirəm. Məkkədə hansı ümidlə qaldığını bilmirəm. Bu an arzularımızın həyata keçməyi üçün ən yaxşı fürsətdir. Səbirli ol, Kiyan. Mənim tanıdığım Muxtar heç vaxt bataqlığa tərəf addım atmaz. Zənnimcə, tövbəkarların aqibəti məlum olana qədər o Məkkədə qalacaq. Səncə niyə İbn Kamil? Ona görə ki, Süleymana qarşı çıxmaq istəmir. Eşitmədin ki, Süleyman hakimiyyət davası eləmir. Muxtar bu düşüncəyə qarşıdır. Neynəva səhrasında baş verən zülmün rəhbəri Məlun Yezid cəhənnəmə vasıl oldu. Yeziddən sonra İbn Ziyad və onun zülmkar dəstəsi hələ də məqam başındadır. Bu zalim şəxslərlə Allahın köməyi ilə şəhid olana qədər mən döyüşmək fikrindəyəm. Hər kəs ki mənimlə həm fikirdir, dünyadan əl çəkib Allah yolundakı bu müqəddəs savaşda Neynəva kərvanına qoşulsun. Kanına kurban Hüseyin! Kanına kurban Hüseyin! Kanına kurban Hüseyin! Film 2011-ci ildə Salam studiyasında dubləj olunub. Dubləjin rejissoru Emin Abbasov, rejissor assistenti Vüsal Məmmədov, səs rejissoru Hüseyn Həsənov, tərcümə edən Şahin Yahyayev, redaktor Teymur Quliyev, montaj Ceyhun İbrahimoğlu, inzibatçı Vaqif Aslanov, dubləjin direktoru Emin Abbasov. Texniki dəstək Butafilm kino şirkəti.
Filmi dubləj etdilər. Rasim Balayev, İlham Əskərov, Eldəniz Rəsulov, Pərviz Bağırov, Hacı İsmailov, Kazım Abdullayev, Abbas Qəhrəman, Nicat Kazımov, Məmməd Səfa, Vahid Əliyev, Nəcibə Hüseynova, Gülnarə Zülalova, Ofeliya Novruz qızı, Hüsniyə Mürvətova, Şəhla Əli qızı, Pərviz Məmməd Rızayev, Rövşən Məmmədli, Qədir Mirsə, Səməd Hətəmov, Mahir Mirişov, Cəlal Məmmədov, Vüsal Xalıqoğlu.